Deməli, DİM 2025 toplu kimya əsaslar. 4'e kadar da sualınız yoktur. Elə mi? İstəmirsiniz. O biri qrup 3'ü istəmişsiniz. Siz istəmirsiniz 3'ü. Ha? Əşbər. Yazmışsan 3'ü. İzah bilərsən mənim üçün. Deməli bilmirsən də. Deməli var magnezyum hidroksitdən danışır. Bir də danışır sink hidroksitdən. Bunlar ikisi də suda həll olmayan əsasdır. Suda həll olmayan nədir? Biri amfoter xassəlidir. Nədir? Amfoter xassəli. Biri isə tipik əsasdır da. Tipik əsas. İndi mən bilirəm ki, amfoter xassəli maddələr həm turşu ilə reaksiyaya girir, həm də əsasla. Nə ilə girir? Həm turşu ilə, həm əsasla. Amma əsas özü əsasla girməz, turşu ilə girir. Deməli, mən bu qaba natrium OH-ın suda məhlulu döksəm, heç bir reaksiya baş verməz. Çünki əsasla əsas reaksiyaya girmir. Amma buna natrium OH-ı suda məhlulu döksəm, bunlar arasında reaksiya baş verəcək. Biraz da qızdırsam, bunlar belə qəşəng gedəcək. Bu zaman nə olacaq? Natrium OH plus sink OH2 nə verəcək bizə? Natrium 2, sink O2 və H2O. Reaksiya getdi. Aydındır? Deməli, amfoter xassəli olduğu üçün bu maddə natrium OH-ın suda məhluluna girəcək, amma bu amfoter deyil. Bu tipik əsas xassəlidir. Əsasla əsasla reaksiyaya gəlsin, bu da əsasdır. Amma bu amfoter əsasdır da. Bu turşu ilə də girir, əsasla da girir. Bir xassəli bu da var. Bəli? Bu da var. Bəli. Müəyyən var ya, bu şübhə reaksiya var bu məsələdə. Yazmışam. Həm turşu ilə girir, həm də nə ilə girir? Əsas. Hansı reaksiyalarda X qələvidir soruşur? Elə mi? Hansı reaksiyalarda X nədir deyir? 4-cü sual. Deməli, şuna bax. Diqqətlə bura qulaq asın. Maraqlı sualdır. Burada qələm var, istəyirsən götür. Deməli, uşaqlar, burada bizə form reaksiyanı veribdir bir hissəsi. Sadəcə X-i təxmin eləməliyik nədir? Birincisi, X burada qələvi ola bilərmi? Qələvi yəni suda həll olmasıdır. Söhbət ona gedir. Burada natriumdur, natrium OH ola bilərmi? Onu soruşur. Bəli, natrium OH turşu oksidən girib duz və su verər. Yəni bu natrium OH ola bilər. Natrium OH turşu oksidən girəndə, xüsusən də 2-nin 1-ə nisbətdə girəndə duz və su verir. Nə verir? Duz və su. Amma ikincisini də bura qoysam natrium OH, onun su hanı? Su var burada. Deməli, o zaman burada qələvi deyilmiş. Burada natrium oksid imiş. Neymiş? Əsası oksid. Turşu oksidən girəndə yalnız nə verir? Duz verir. Gələm üçüncüsünə. Bəs üçüncüsündə necə? Üçüncüdən zaten bəllidir də. Mis burada nə götürüb babalam? OH. Deməli bunun OH-ı varmış. Bəs SO4 nəyi götürübdür? O zaman burada natrium OH-mış. Deməli burada və burada qələvidir. Ortada isə qələvi deyil, əsası oksiddir. Aydındır? Cavab əgər cavab 1-3. 1-3 C bəndi. Ona qədər var sualınız. Məndən sual gizlətməyin. Varsa yaza bilmədiyin soruş. 5. Hansı birləşmənin termiki parçalanmasından yalnız mürəkkəb maddələr alınır? Deyək ki, sən bu maddələrin termiki parçalanmasını heç birini bilmirsən. Nədən başqa? B bəndindən başqa. Niyə B bəndi? Çünki mövzumuz əsaslardır və əsasların parçalanmasını nəzəriyyədə vermişdik. Əsas parçalananda, məsələn, metal OH, 2 parçalananda metalın oksidin verir və nə verir? Su. Eyni zamanda alüminium OH3 də parçalananda bizə verəcək alüminiumun oksidini və su. Bu da mürəkkəb maddədir, bu da mürəkkəb maddədir. Cavab B bəndidir. Digərlərini bilməsən belə cavab tapa bilirsən, çünki mövzuda əsasların parçalanma qaydası var. Amma digərlərini istəsən parçalaya bilərsən. Bu bizə verir natrium NO2 və oksigen qazı, əsid maddə. Bu bizə verir gümüş, NO2 və oksigen qazı, 2 bəsit maddə verir. Bu istəmişdi mürəkkəb alınsın. Bu bizə verir H2O və O2 bəsit maddə. Bu bizə verir NO2, H2O və oksigen bəsit maddə. Demişdik ki, alınan maddələrin hamısı nə olsun? Mürəkkəb olsun. O zaman cavab olacaq B bəndi. Sonra davam edək. Necəyə baxalım? Ona qədər var mı sualınız?
6, 7, 8 bunlar istəmirsiniz? Yaxşı. 7-ni bəlkə. Əsasları 7-ni yazmısan 7-ni. Düz yazmısan. B variantı yazmısan. 1-3 düzdür. 2-də də olmalıdır xrom 3 hidroksid. Çünki xrom dəyişkən valentlidir. Mütləq orada onun valentliyi göstərilməlidir. Yaxşı, ona baxaq. Yəni məndən sual gizlətməyin, nə olar? Sizin əgər məndən başqa müəlliminiz var, ümumiyyətlə əlavə kimisə yanına gedirsiniz. Yəni getmişsə o zaman məndən soruşun da, yəni başqa variant var. İndi yaza bilməmsən, gəlib soruşursa öyrənəsən də burada nə var ki? Deməli əzlər, burada belə baxanda hamısı qəşəngdir və qızdırıbdır, parçalayıbdır da, hələ qəşəng görsənir. Burada alüminium 3 valentlidir, 3 valentli alüminium oksidi və su. Mis 2 valentlidir, OH2-dən. Hər şey əladır. Amma burada bu problemdir. Axı biz demişdik ki, qələvilər parçalanmır. Belə yazmışdır da, qələvilər natrium OH, kalium OH, kalsium. Yəni orta məktəb belə deyir də. Aydındır. Bu bilgi nə qədər deyək güvənilir bilgidir. Məsələ o deyil də. Fakt bu dəqiqə belə yazılır, mən də bunu belə qəbul edirəm. Aydındır. Belədirmi, belə deyilmiş. Nəysə, işimiz ondadır. Biz qəbul edəcəyik ki, bunu eləməyik. Nəysə. Davam edək. Davam edək sonra. Neçəyə baxaq? 12-də adi istəmir səndən. Hə? Biz nə demişik? Dəyişkən valentli elementlərdə valentliyə görə adlandırırsan. Elədir, elədir. Mələk, elədir. Deməli, var sənin əlində misin 1 oksidi. Bu oksiddir. Bu nədir bana? Oksid. Bir də səndə var xromun hidroksidi. Elə? Bir də xromun nəyi? Hidroksidi. Hidroksid. Elədir, elədir. Hidroksid. İndi bu mis burada neçə valentlidir? Oksigen burada 2 valentlidir. Bu 1 valentlidir də çarpaz yaraqlı. Deməli, mis onda burada neçə valentlidirmiş? 2. O zaman bunun adı olacaq mis. Mötərizədə Roma rəqəmini yazsan 1 oksid. Buraya gələk baxaq. Çarpaz gəlir də OH1 valentlidir. Bu 2 imiş də. Hətta sizə demişdim də nəzərdə. OH-ın sayı metalın valentini göstərir. O zaman bunun adı nə olacaq? Xrom 2 hidroksid. Hidroksid. 1 hidroksid, 2 hidroksid. Cavab da nə oldu onda? E variantı, Eldar. Sonra? Neçə? 14'e kadar var. Bunu başa düşdün mü sən? Dəqiq. Tam başa düşdün də. Yəni burada rahatdır da metalın adını deyirsən, valentliyi varsa valentliyi deyirsən, sonra hansı sinfi nümayəndəsidir. Oksidsə oksiddir. Hidroksidsə hidroksiddir. Aydın yəni rahatdır da bunlar. Elə çətin deyil adlandırılması. Davam edək. Neçə var? 14'e baxaq. Deməli 14'te bizə bir ikivalentli bir metalın oksidinin su ilə reaksiyasından qələmə alıb. Nə oldu? Əsas alıb. Əsasların alınmasında qeyd edilmişdir ki, aktiv metalların özləri, hidridləri və oksidləri su ilə girib qələmi verir. Elə metal neçə valentlidir deyir? İkivalentli oksidin formulu necə idi? XO və yaxud da RO. R kimi götürəkmi? Lap istəyirsiz metal O yazaq. Metal O. İkivalentli belə olur. Niyə? Çünki bu da ikivalentli, oksigen də ikivalentli, 2-2 gedir da. Bunu salıbdı su ilə nə alındı? Qələmi, eləmi? Özdə ki, demişdik metalın oksidi giləndə yalnız qələmi alınır. Hidrid və metalın özü giləndə hidrogen də alınır. Burada yalnız metal OH neçə alınacaq? 2 valentli də 2. Bu neçə qram salıbdı reaksiyaya? 5.6 qram giribdir. Bu neçə qram alınır? 7 tam, 14 qram alınır. Reaksiyada bu neçədir? X üstəgəl 16. Çünki oksigen 1.16'dır. Metal da bilmirəm, X yazmışım. Bu nə olacaq? X üstəgəl 16 da 1. 2'ye bu. Mən bunu çarpaz işləyim, yoxsa çoxalmaya görə işləyim kütləni? Yaxşı. Bax, kütlə 5.6'dan neçəyə qalxıb? 1.8 qram neyinibdir? Artıb. Bizdə neçə qram artıb bəs? 16'dan 34'ə neçə qram edir? X-lər edir. O da 18 qram artıb. Neçə dəfə çoxdur? O zaman bu da 10 dəfə çox, bu 56'dır. 56 olan X neçə olur? X 40 olur. Bəli, X 40 olur, o da kalsiyum. Aydındır. İstəyirsən bunu elə. 10 dəfə çox neçə edir? 74. Neçə edir bu? Ya da çarpaz edib X-i tapa bilərsən də tənasüb kimi. Heç bir fərqi yoxdur. Tənasüb kimi yazaq? Yox. Baxacaqsansa yaz. Sonra bu neçə? 14, 16 istəmişsiniz.
Aydındır. Dəqiq. Deməli, təmlik Fazla yani tam böyle vuracağım istiyorsun ama diye anlıyorum. bunu buna vuracaq, bir məhsulu təmin əldə edəcəkdir. Bu mən niyə o rahat üsulda onu hamı edir də, çarpaz vur həll elə. Mən istədim azalmanı sizə göstərim ki, bu cürdə işləmək olar. Ya çoxalmaya, azalmaya görə işləyə bilərsən. 1 onda 8, 18, onda var çox, hər şey onda var çox. Deməli, sual belədir, maraqlı bir sualdır. 10 neçənci sual, 16-cı sual. Deyir ki, hansı qələbi daha zəifdir? Yadda saxlamış olan. Qüvvətli metalın əsası da qüvvətli olur. Necə metalın? Qüvvətli metalın nikl olası mənim. Deməli, bunların dördüncü cədvəldə gəlib yadımıza salaq. Birinci qrup elementləridir, düzdür? Birinci qrup 1A. Lityum, natrium, kalium, rubidium, sezyum. Yuxarıda aşağı radius artır, düzdürmü? Radius artıqca da metallıq xassəsi nə olur? Güclənir. Yəni sezyum daha qüvvətli metaldır lityumdan, hə? Natrium daha qüvvətli metaldır lityumdan. O zaman bunların əsaslarını da müqayisə edəndə ən güclüsü hansı olacaq? Ən zəifi hansı olacaq? Yəni normalda bunlar zaten güclüdür ya. Güclünün zəifi də belə düşünün. Güclünün nəyi? Zəif. Ha, o boşda. Mən burada təzə bir informasiya verirəm, çox mühüm. Hə, o adı tənasübdə bunu bənd edərsən də. Dur. Bax, nə dedim mən burada? Elə demədim də, elə demədim. Mən dövrü cədvəlin bir yerini çəkdim. Sən buna dinləməlisən, gedib orada gör nə işlə məşğulsan. Metallar yuxarıdan aşağı gəldikcə metallın xassası güclənir. Anladın mı? Güclü metalın əsası da qüvvətli olur. İndi bunların içərisində sezyum hidroksid qüvvətlidir lityum hidroksiddən. Başa düşdün? Dəqiq. Amfoter istəyir, eləmi? Amfoter metallar hansılar idi saymışdıq sizin üçün? Sink, berilyum, alüminium, kolay qurmuşun. Elə onların oksidləri də amfoterdir, hidroksidləri də amfoterdir. O zaman cavab nə olacaq? Bu amfoter oksiddir, bu da amfoter hidroksiddir. Bu amfoter oksiddir, amma bu amfoter deyil, tipik əsasdır. Bu amfoterdir, amma bu əsas qələbidir. Bu amfoterdir, amma bu qələbidir. Bu amfoterdir, amma bu əsas oksiddir. Amfoter metallar istisna, digər metallar 1-2 valentlidirsə, oksidi əsas oksid olur. Elə bu hidroksidi də tipik əsas olur. 3-4 valentlidirsə, oksidi amfoter oksid olur. Mən dedim ki, məsələn, dəmir 2 valentlidirsə, oksidi əsas oksid olur. Hidroksid olur, əsas oksid. 2 valentli dəmirin hidroksidi də tipik əsasdır. Yəni amfoter xassəliyi deyil. Aydındır. Amma dəmir 3 valentlidirsə, oksidi amfoter oksid olur. Nə olur? Amfoter oksid. Əsası da elə amfoter əsas olur. Nə olur? Anladın? Dəqiq. Davam ediyoruz. Neçəni istiyorsunuz? Hansı reaksiyada əsas alınır? Ümumiyyətlə əsasların alınmasının 4 dənə üsulunu demişdim, nə oldu sizə? 1. Aktiv metallar özü su ilə girir. Aktiv metallar özü su ilə girir, hə? Aktiv metallar özü su ilə girir. Aktiv metalların hidridi su ilə girir. Aktiv metalların oksidi su ilə girir. Elədir? Bu ikisində metal OH və hidrogeni alınır. Burada isə yalnız metal OH alınır. Aktivləri belə alırlar. İndi suda həll olmayan əsasları almaq üçün metalın duzuna, metalın nəyinə? Duzuna, qələbi ilə təsir edirlər. Nəyinə? O zaman metal OH alınır və təzə bir duz alınır. Təzə bir duz alınır. İndi gəl baxaq. Söhbət burada aktiv metallardan gedir. Söhbət nədən gedirdi? Aktiv metallardan gedir. İndi baxaq görəyəm. Dəmir aktiv metalda xeyir. Alüminium xeyir. Xeyir. Yalnız kalsium oksid su ilə girəndə kalsium OH2 verir. Aydındır. Davam edək. Davam edək. 23 istəmişsiniz. 23-ə qədər var başqa sualınız verir. 18'e baxdıq da. Bence 22 22. Hansı metallar su ilə qarşı təsir olunur? Qələbi alınır. Aktiv metallar. Hansılar da olar?
lityum, natrium, ha? Kalyum, sonra rubidium, sonra sezyum, kalsiyum, strontium, baryum, bunlar da bunlar aktiv metallardır. Bunlar su ilə qarşılıqlı təsirdə olurlar, yoxsa şiddətlə reaksiyaya girirlər və qələbə alır. Cavab nə olacaq? Olur. Sonra. 23, 24. Deməli birincisi kalsiyum oksigində yanıb verib kalsiyum oksid. İndi deməlisiniz ki, kalsiyum oksiddə su ilə girəndə kalsiyum OH2 verir. Bu əsas deyilmi? Əsas deyil o. Suda alınan əsası da nə deyirlər? Qələbi cavab o zaman G-bəndidir. Yəni birinci o əsasdır. Suda həll olduğu üçün əlavə olaraq qələbə adı da qoyulubdur onlara. Aydındır? Bütün qələblər əsasdır, amma bütün əsaslar qələbi. Bütün kişilər insandır, amma bütün insanlar kişi. Çünki qadın cinsinin nümayəndələri var, uşaq var, körpə var, bir sürü var da. Elə deyil. Sonra. Alt çoxluğunda qələblər əsasları nə idi? Alt çoxluğu. Əsasların sənin beyində tutduğu yer nədir? Boş çoxluq. Çünki əsasları... Neyirsən? Boş çoxluq. Sonra davam edək. 24. Deməli uşaqlar, burada 3 dənə qaz var. Bu qazdan metanı ayırmaq istəyir. Metan budur. Sən buradan metanı ayırmaq istəyirsənsə elə bir maddə götürməlisən ki, digər ikisindən reaksiya girsin, onları oradan təmizləsin. Anladın? Digər ikisindən reaksiya girsin, onları oradan təmizləsin. Burada cavab D bəndə olacaq. Niyə? Çünki kalsiyum OH2 xlorla reaksiyaya girir. Bizə verir kalsiyum, xlor 2. Kalsiyum, O, xlor, O, 2 və su. Eyni zamanda kalsiyum OH2 karbon qazı ilə də reaksiyaya girir. Bizə verir kalsiyum, karbonat və su. Amma bu metanla reaksiyaya girməz. Əgər metanla reaksiyaya girmirsə, o zaman digər ikisindən reaksiyaya girdi, onları oradan təmizlədi. Metanda ayrıldı da təmizləndi. Aydındır? Başa düşdünmü? Nəzəriyyədə vardı. Yox, bu nəzəriyyədə olmaz. Xüsusən də bu xlorla reaksiyasını biz gələcəkdə öyrənəcəyik. Bu olar, bu olmaz amma. Bu nəzəriyyədə var, ha. Qələbələr turş oksidindən girir. Bu var, amma bu olmaz. Bunu biz gələcəkdə öyrənəcəyik. Halogenlər bəhsini keçəndə. Kimya xəstələrində xlor falan. Sonra. Nesə? 25. Hansı halda kalium hidroksid əmələ gəlmir? Kalium hidroksid əmələ gəlmir. Yaxşı. İndi burada bir məsələ var. Məsələ nədir? Birincisi, siz burada bəzilərini bilirsiniz. Bəzilərini mən deyəcəm sizə. Birincisi, siz bunu bilirsiniz. Kalium su ilə girəndə kalium hidroksid əmələ gəlir. Kalium OH əmələ gəlir və hidrogen qazı çıxır. Düzdür, yoxsa yox? Bu C-ni də bilirsiniz. Burada isə yalnız kalium OH alır. İndi bu ikisi də eyni şeydir təqribən. Bu olursa, bu da olur. İndi burada nə olur? Burada alınır bax belə bir şey. Bu elektroliz eləyəndə sən kalium kloru biz elektrolizi keçməmişik. Keçəcəyik amma. Peki katodda nə alınır? Kalium aktiv metaldır. Katodda hidrogen alınır, su reduksiya olunur. Klor özü anodda oksidləşir və məhlulda kalium OH alınır. Eyni şey kalium yodid də eyni bunun kimidir. Proses hidrogen alınır, yod alınır və kalium OH alınır. O zaman bu ikisinin də pürüzdadır. Pürüz, 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 pürüz. Bəs bu nə olur? Burada nə olur? Bu reaksiya getmir. Çünki duzla əsas nə zaman reaksiyaya girir? İkisi də suda həll olsun. Bu duzdur, kalium yodid, bu əsasdır. Duzla əsas nə zaman reaksiyaya girir? İkisi də suda həll olsun. Alınanlardan da biri gələk nə olar? Ya söküntü, ya qaz, ya da zəif elektron. İndi burada bizdə bu ümumiyyətlə reaksiya getmir və ona görə də alınmaq mümkün. Kalium yodid həll olunur, miski hidroksid həll olunur. Mavi rəngli söküntüdür. Mavi söküntü deyilmi? Burada ona kalsiyum. Ola bilər. Su neçə baxaq? Hansı halda əsası duz alınmır? Birincisi uşaqlar. Bu duz bəhsini biz bugün keçəcəyik. Bir sual düşüb qabağımıza çıxıb izah edəcəm sizə. Əsası duz nədir? Ümumiyyətlə əsası duz almaq üçün gərək OH sayı, H sayından çox alır. Çünki əsas eləyən şey budur da, hə? OH sayı, H sayından çox olsa, OH sayı, H sayından çox olsa, alacağın duz əsası duzdur. Amma bir halda ki, bir əsaslı turş, bir turşlu əsas olmasın. Burada Çox turş olsa. yəni məsələn, natrium OH-dan sən əsası duz alamazsan, bir dənə OH var zaten. Gedəndən sonra heç nə qalmır. Amma kalsiyum OH2-dən ala bilərsən. Niyə? 2 dənə də biri gedər, biri qalar. İndi burada neçə dənə OH görürsən? 2-ni böl 2-yə.
4 dənə OH var. Neçə dənə OH var? 2-ni vur birə. 2. 2 dənə OH var. OH toxdur da, H da. Deməli olar, bundan almaq olar. Neçə dənə OH var burada? 2 vur 1, 2 dənə. Burada neçə dənə OH var? H var 1 dənə. Deməli bundan da olar. Neçə dənə OH var? 3 dənə OH var. Neçə dənə OH var? 2 dənə. Yenə də burada da olar. Neçə dənə OH var? Neçə dənə OH var? Burada normal duz alınacaq. Alınacaq Fermi metodu və H2O, 2H2O. Bunun üzərində çox durmuram çünki duzları əvvəl deməmişəm, sizə onu görə. Sonunuzda da bax H sayı deyəcəm. OH neçə dənədir? 3 vur 2-yə. 6 dənə OH var. 2 vur H-a, 3 dənə də H var. OH H-dan çox dursa əsas duz alınır. H OH-dan çox olsa turş duz. Bərabər olsa normal duz. Bunu birazdan deyəcəm, izah edəcəm. Aydındır? Hə? Yaxşı. Sonra, tamam. Neçə? Bu 27-ci sualda bir təkrar deyil. 4-cü sualla, 5-ci sualla təkrar deyil, eyni şeydir. Bizdən qələbi soruşur. Bəli, burada natrium OH olmalıdır. Düzdürmü? Duz və su alınır. Burada natrium 2O olmalıdır, çünki yalnız duz alınır. Burada da OH və kaliumdan başa düşür ki, bu kalium OH olmalıdır. Deməli, 1-də və 3-də qələbidir. Bir də bu kalium OH məsələsi səhvdir. X'i görürük. Bölümlərə gittik. Yok, birində məsəl Valla ben sual değil, çok məntiqi eynidir, də məntiqi eynidir. O işin o. Elə bir sən deyirəm ki, 4 dənə qoyunun neçə dənə ayağı var, sonra deyirəm 4 dənə inəyin neçə ayağı var. Eyni sualda birinin 4 ayağı var, yenə 4'ü 4'ə vuracaqsan. Anlamadın? Nə fərqi var ki, eyni sualdır da. Sonra. 31. Neçə? 29 var. 29 var. Deməli, bunlardan biri əsasdır, biri turşudur uşaqlar. Düzdür yoxsa yox? Hə? Bunlardan biri əsasdır, biri nədir? Bundan sonrasını özünüz deyərsiniz. Biri əsasdır, biri turşu. Deyir ki, lakmusu qızardır. Lakmusu turşular qızardırdı, əsaslar göyərdirdi. Düzdür yoxsa yox? Lakmus özü nə rəngdə idi? Bənövşə. O zaman lakmusu qızardır, getdi bu turşuya. Bu turşudur, hə? Bu da qələbidir də, yəni əsas. Bu da əsasdır. Amfoter oksidlərlə qarşı reaksiyasından duz alınır. İstər turşu, istər əsas. Bunlar amfoterlə reaksiyaya girər və duz verər. Hər ikisi. Aydındır. İstəyirsiniz reaksiyalarda sizin üçün yaza bilərəm. Hərəsində bir nümunə. Könlünüz deyil yazın. Məsələn, sink oksidlə HNO3 də girir. Sink NO3 və su verir. Eyni zamanda sink oksidlə natrium OH da girir. Natrium 2, sink O2 və su verir. Sonra suda məhlul qüvvətli, hər ikisi qüvvətli elektrolitdir. Hər ikisi suda həll edəndə ionlarla güclü dissosiasiya edir və elektrik cərəyanını yaxşı keçirir. Hər ikisi. Turşularla reaksiya daxil olub duz əmələ gətirir. Turşu ilə turşu girməz. Nə girər? Əsas. Qızılıqda parçalanır. Natrium OH parçalanmır, bu parçalanır. Bu parçalanında nə verdi bizə? NO2, H2O və oksigen. NO2, H2O və oksigen. Sonra neçəyə baxaq? 31 qəşəng sual. 31 qəşəng sualdır, sanmalı sualdır. Biraz analiz də istəyir bizdən. Uşaqlar, deyir ki, alüminium kloridin üzərindən natrium OH tökmüşəm. Hə? Bu zaman əmələ gələn alüminium OH üçün qrafikin necə olar? Mol sayı, yəni neçə dənə əmələ gəlməsi də say. Mol sayı, mol demək maddə miqdarı deməkdir, yəni say. Birinci ilk olarak bilirsiniz ki, duzla əsas nə zaman reaksiyaya girir? İkisi də suda həll olsun, alınanlardan biri nə olsun? Söküntü. Bəli, alüminium OH söküntüsü alınır və natrium klor alınır. Bura qədər heç bir problem yoxdur. Düzdür, olur, olmur. Deməli, mən belə düşündüm, bir qab düşün. Qabın içərisində alüminium klor 3 var. Mən bu qaba natrium OH tökürəm. Nəticədə natrium OH tökən kimi nə yaranır burada? Yaranır alüminium OH 3 və natrium klor. Düzdür, yoxsa yox qabda? Elədir. Yəni, belə deyimdə bir qrafik çəkəsi olsa, grafikdə belə olar. Elə bir alüminium OH3 əmələ gəlir. Bu natrium OH-ın miqdarıdır. Yəni, müəyyən miqdar natrium OH tökürəm, müəyyən miqdar alüminium OH3 əmələ gəlir. Bura qədər. Məsələn, baxdı 5 mon, 3 mon, 7 mon. Düzdür, yoxsa yox? Mən davam eləsəm bura natrium OH tökməyə, davam edirəm tökməyə. Bu natrium OH, alüminium OH3-lə reaksiya girər, girməz? Girməz. Niyə girməsin?
Bu amfoter xassəli deyilmi? Amfoter xassəli olacaq. Amfoter xassəli maddə həm turşu həm əsasına girmirmi? O zaman bu bununla reaksiya girər də, hə? Alüminium OH3 plus natrium OH biraz da qızdıraram onlar belə. Onlar natrium, alüminium, O2 və su. İndi uşaqlar, bu ki bundan girdi ya, alüminium OH3'lər yox oldu getdi. Yox oldusa o zaman nəyə düşəcək? Çökmür, yox olur. Çökür nədir? Çökmüşdü zaten bayağı da. Elə çökdü ilə reaksiya girdi də natrium OH. Problem deyil yəni bu çöküntü. Yəni qabda qalır natrium 2, natrium alüminium O2, su və natrium klor qalır qabda. Və alüminium OH3 qabda qalmır. Çünki əmələ gəldi və sonra təzədən əlavə olunan natrium OH yox oldu getdi də. Anladın mı? Ayın axırı mən tutaq ki 1000 manat maaş aldım, sonra növbəti aya qədər yox oldu getdi də. Heç də qalmadı. Evdə niyə kartof var, soğan var, yağ var, belə şeylər aldım da məhələsində. Aydındır? İndi bu da bunlar reaksiya girdi, natrium metaluminat verdi, aluminat verdi, su verdi, natrium klor qaldı bəyazçıyla. Var da var ya. Sonra devam edək. Neçə? 32 də var. Baxaq 32-yə. Hansı əsaslar qələvi deyil? Qələvilər nə idi? Suda həll olan əsaslar. Hansıda suda həll olmur? Cavab verərəm. Sən bunları bilirsən. Acan, dəmir hidroksid olur, bəli. O nə rəngli çöküntü idi o dəmir hidroksid? Yaşıl. Getdikcə qonurlaşan yaşıl. Bu yaşıldır, yaşıl. Qonur dəmir hidroksiddir. Bir də misk hidroksid o rəngdə idi. Nə rəngdə idi? Dərs oxumamısan, sən öz aramızda. Gələcəkdim, oxumuşam. 33 istəyirsiniz, yoxsa 34-ü? Bunu istəmirsiniz? 33. Bunun turşuya bənzərlərini demişdim sizə. Əgər 0-10 kimi əsas deyirsə, bu əsası mən bilmirəm neçə dənə OH var. Mən bu əsasın neçə OH olduğunu bilmirəm. Amma bunu nə ilə salıbdır? HNO3-dən. Amma HNO3-ün neçə mol olduğunu tapa bilərəm. Neçə qram verir HNO3-ün? Bəs 1 mol neçə qramdır? Deməli 63 qram HNO3 1 moldur. Elə? 25-2 qramında x deyək, x-ə tapaq. Bundan neçə dəfə azdır uşaqlar? 3 dəfə az deyil. Neçə? Elə eləyir, 4 dəfə. 2,5 dəfə azdır, 2,5 dəfə. 0,14 deyil. Deməli bu 0,14. İndi bu 0,14-də haşa vur, burada nə qədər hidrogen var? Şimdi burada N neçə olmalıdır ki 0,4'də OH olsun? Deməli neçə əsaslı turşu, neçə turşulu əsas olmalıdır? 2 turşulu əsas. Dinləmədim mən. Deməli metalın OH sayını bilmirəm. Amma onu neçə mol götürür? 2 mol. Turşunda 25-12 qram götürür. Onu da böldüm 60'da bildim ki o da 0,4 mol. Deyir tam neytrallaşma. Nə deyir? Tam neytrallaşma odur ki H sayı gəlir OH sayına bərabər olsun. Çünki bunlar bir-birinə birləşib su verirlər. Bunlar bir-birinə birləşib nə verirlər? Su. Suyun dadı var. Bu məsələn bu əsas su dadı verir, bu turşu. Amma bunlar birləşəndə olur su, artıq dad söhbəti. Suyu da aslında olur. Dadı olur. Bir aşırı su olur, bir tuzlu su. Tuzlu suyun qatqı var. Həmin sudan danışanda şirin və duzlu suyun dadı olar da, şirin olar, duzlu olar. Ağzında isə şirin su da. Şirin su o demək ki, şirindir. Mən təmiz, saf distillər suyundan danışıram. Nəysə, bizim reseptorlarımız qəbul eləmində, bəlkə onda dadı var, insan nöqtə nəzərdən baxanda biz onu dadsın. Nə cəfəri suyun dadı? Banoguanaki başqadır, sıraqlaşı başqadır. Amma onlar distillər suyu deyil, onlar mineral sudur. Onlar içində duzlar var. Onun biraz dadı olmalı, sən ola bilər yümkün varı dadı istəyirəsiniz. Çünki onların içərisində minerallar var. Quyu suyunda da var. Bəli. Nə? Daş suyunda da var. Onda da Amma zaten o mineralsız su bizim üçün yararsızdır da. Bizim dayaq hərəkət sistemimizə, sistemimizə. Əlbəttə 100%. Distillər suyunda yoxdur. Distillər tərtəmiz H2O-dur. Nəsə işimizə davam edək. Aydındır bu. Sonra neçə? Yəqin ki 34. Hə? Demək olar hə. İndi sizə bir sual verim mən. Eşidirsiniz məni. Bu XOH2 götürüb. XOH2. Salıbdır nə ilə? Klorid. H klor. Nə alıbdır, nə alıb?
De görüm mənə, hayır. Nə oldu? Hara baxırsan? Ha, kitabım Bax, orada vorda vurmuşam. var. Ha, 3 tane altınlarım sağ olun. Başqa heç nə alınmır. Forma. Nə? Forma 3 tane altınlarım var. Sağ olun da ben de. Məhsulları de mənə. Şöyle dedi. Forma sağ olun. Parçalandı. Xlordur bu. Haş xlordu. Haş da öyle axı o. X xlor 2. Deməli X xlor 2 ilə su alın. Əmsallaşdıraq 2 hidrogen 2, burada bir neçə yazmalıyım mən? Burada Xlor bir 2 iki yazaq, burada bir yazsa, 2 xlor. yazaq. Düzəldi mi? Ben. 4 dənə, 4 dənə. Düzəldi. Bu neçə qram götürüb, Əkbər? 7 olur. Nə qədər su alıb? 3 tane olur. Bizdə su nə qədər alınır? 2 mol suda 1 mol 18 dir. Bəs bu nə qədər girib? X üstə yəni neçə? 34. Ay benim 10 tane Çarpaz bunu belə bilərsən. 10 dəfə çox, 10 dəfə çox. Bəli, elə belə eləyəcək. Hemen bir şey. X oldu 40, bu da oldu 40. Bayağı çok çalmış. Orada da karşılanmış. 35. Ha? Ha? Evet. Hayır. 35'ten sonra olmuşsunuz. 36 istemem. Yok zaten. Bunda şu test bitti nerede? En aktör doğar. Deməli, natrium hidrid suda həll etdikdə məhluldan 4 qram qaz ayrılırsa, bəli ayrılır. Natrium hidrid, üstə gəl su, alınır natrium OH və hidrogen qazı ayrılır. Əgər 4 qram qaz ayrılırsa, alınan qələmi məhlulu, indi bunu sor, görə nə qədər ayrılır? Normalda bu neçə qram ayrılır? 2 qram. O zaman neçə mol qələmi alınır? 1, Bizdə nə qədər ayrılıbdır? 4 qram. O nə qədər alınıb onda? 2, 2 mol da, 2 dəfə çox, 2 dəfə çox, 2 mol. Deməli 2 mol qələmi məhlulum var, natrium OH-um var. Bunu nə ilə salmalıyım? Nə qədər, neçə mol, neçə əsas turşunun 1 molu. 1 mol götürəcəm, turşu götürəcəm. Soruşur ki, turşu neçə əsaslı olmalı ki, bu tam neytrallaşsın. 1 mol turşu götürür. bayaq tutmam. Alınan qələmi neçə mol turşu ilə, 1 mol turşu ilə girir, o zaman turşu neçə əsaslıdır, tam neytrallaşırsa. 1. 1 olmur axı, bu neçədən olaşır var? 2 demektir. O zaman bunu da 1 mol götürübsə, bu neçə əsas? 1'i 2'ye basın. Çarda diyordu. Endi, Endi o 2 götürdük o hidrogenin sayını 2. Bizdə OH sayı H sayına bərabər olsun. Anlamadım. O zaman yazma da, nəyə yazırsan? Qoy anladım sənə, sonra yaz da. Ha? Sən məni dinləmirsən, ona görə problem. Tut turşu qalında. Mən burada vermişəm HN, bir də tığ, yəni turşu qalığı. Məsələn, H-xlor və yaxud da H2SO4 və yaxud da H3PO4. Bilmirəm axı neçə var bunun hidrojeni. Sadəcə bunun bir turşunu 1 mol götürüb. Neçə mol turşu götürüb? Neçə əsaslı turşunun 1 molun tam neytrallaşma olar. Neçə əsaslı olduğunu bilmədiyim üçün ona N yazmışam. Amma 1 mol götürüb onu. Bizdə neçə mol natrium OH alındı? 2 mol. Bunun 2 molunda nə qədər OH var? 2 dənə. O zaman bunda H-ı da gəlir 2 dənə olar ki, bunlar tam neytrallaşır. Elə? O zaman bu 2 dənə H verməsi üçün N gəlir 2 olar. Dinləmirsən məni, mən izah edəndə nəsə yazırsan. Bu pis deyəcək. Hemen bu yazık. Eləməsə lazım deyil. Başa düşdünüzmü bunu? Ben. Aydındır. Bildin niyə ora 2 qoydum? Bu da ki, bunu mən özümdən 1 yazmadım, o özü demişdi turşunun 1 mol götür. 3 mol. Bəs mən natrium OH-ı niyə 2 mol götürdüm? Çünki onu da buradan alanda 4 qram hidrogen çıxırsa 2 mol natrium OH alınır, onunla iş görəcək. Aydındır. Sonra neçə istədiniz? 37, 35, 6-nı istəmirsiniz? Hey. Sən bayaq deyil oxuyasan, 36-nı da istədin. Səsini də çıxartma, yaxşı. Suda həll olan əsasdır bərkdir. Suda həll olandır bərkdir. Uyğunlaşdıraq da bunu, ha? Suda həll olandır bərkdir, suda həll olandır bərkdir. A və Y getdi 1-ə, A və Y getdi 1-ə. Suda həll olmayan əsasdır amfoterdir. Suda həll olmur amfoterdir, suda həll olmur amfoterdir. C və D. Naşatır spirti adlanır budur. B. Bu da B. 1 A-Y, 2 C-dir, 3 B. Sonra spirit çalmış. spirt deyil, hep alan spirt deyil. Ona prosta spirt adını qoyublar, naşatır spirti. Ürəyə gedənlərə burnundan qoxuladırlar, özünə gəlir. O Ama deyil. yok değil. Böyle amonyak, bu naşatır spirti suda məxsul birisi amonyak qazı bırakır özündən də parçalayır, naşatır və suya. Kolonya. Kolonya dörü. Şey. Naşatır spirti, o başqa şeydir. Onun içərisində spirt zad olur. Başqa bir turşu falan var. Bir mol maddanın artım miqdarı natrium OH reaksiya alınan hidrogen həcmi. İndi bunlar deyir, natrium OH ilə girəndə hidrogen verirlər, də eləmi? Hə?
Bizdən də soruşur ki, alüminium nə qədər verər? Məsələn belə. Mən sizə bir söz deyim uşaqlar, bunu hər bir element əgər qələvi ilə girirsə, verə biləcək hidrogen valentliyinin yarısı qədərdir. Nə qədərdir? Valentliyinin yarısı qədərdir. Birincisi yadda saxlayın. Xlor və kükürt natrium OH-la girəndə hidrogen verməz. Siz onların reaksiyasını sözünü yazın. Xlor natrium OH-la girsə, adi şəraitdə və temperaturda müxtəlif məhsullar verir. Mən adi şərait yazıram. Natrium, xlor, O və su verir. Bu qarışıqa deyilər Javel suyu qarışıq. Yəni bu xlor bizə hidrogen vermir. Kükürt də girəndə natrium OH-la bizə verir natrium 2S, natrium 2SO3 və su. Bu da bizə vermədi. Yəni bunları bəri başdan sildim. Amma bunlar verər. Bunlar natrium OH-ın suda məhvullə girib bizə verər. Məsələn, alüminium üstəgəl natrium OH plus H2O bizə verər. Natrium, alüminium, O2 və H2. Mən buna əmsallaşdırmam bir şey bizə demək istəyirəm. İstənilən bir element valentliyinin yarısı qədər hidrogen çıxarır. Nə qədər hidrogen çıxarır? Valentliyinin yarısı qədər hidrogen çıxarır. Hansını götürsən götür. Əgər alüminium götürmüsənsə 1 mol alüminium alüminium neçə valentlidir? 3. O zaman o 1.5 mol hidrogen çıxaracaq. Niyəsini də izah edəcəm sizə. 1.5 mol hidrogen çıxaracaq. Silisyum 4 valentlidir uşaqlar. Silisyum neçə valentlidir? 4. 1 molu o zaman 2 mol hidrogen çıxaracaq. Sin 2 valentlidir. Onda 1 molu 1 mol hidrogen çıxaracaq. 1.5 3 bura gedir. 2 mol bura gəlir B. Bu da bir ne deyil. Niyə belə olur deyim sizə. Alüminium 3 valentli o deməkdir. Alüminium neçə rabitə yaradacaq? 3 dənə. Hidrogen bəs neçə valentlidir uşaqlar? 2. O zaman alüminium neçə hidrogeni əvəz edə bilir? 3 dənə hidrogen qopar ki oradan, alüminium ora girədə birləşir. Elə bunu əvəz eləyək. Alüminium hidrogen çıxarmağı nə deməkdir? Hidrogen çıxırsa alüminium yerinə girir də, belə çıxır. Aydındır? Yəni hidrogenin yaratdığı rabitələri alüminium yaradır da. Əvəz edir də onu. Niyə içə bölürəm? 2-yə niyə bölürəm? Mən əslində 1 mol alüminium neçə hidrogen çıxarır? 3 dənə. İndi basit maddə şəklində yazanda bu neçə mol olur? 1.5. Anladın mı? Yox. Hə, bildim. 1.5 yazmalıyım ki 3 dənə versin. Tutaq ki bu silisyumdur. Silisyum 4 dənə tələb edir. 4 dənə hidrogeni basit maddə şəklində yazanda neçə mol edir? Anladın mı? Ha, belə. İstisna yoxdur. Söhbət sırf elementdən gedir ha, maddədən yox, sırf elementdən gedir.